13 gün yaxındır ki, Gəncədə demək olar ki, güləş bayramıdır, idman bayramıdır. Yəni Gəncə əhalisi, Gəncənin güləş sevərləri yarışda dincəlirlər. Federasiyanın təşkil etdiyi bu Azərbaycan birinciliyi ilk dəfədir ki, 10 gün müddətində bir şəhərdə dalbadal yarışlar keçirilir. Bu elə bir təşkilatçılıq elə bir səviyyədədir ki, bizim idmançılarımız da elə deməli əhali də dünya çempionatının elə dadını burada Gəncədə görürlər. Yəni idmançılarımız elə bir təşkilatçısı var ki, dünya Avropa çempionatlarını burada hiss eləyirlər. Bu yeniyetmə idmançılarımızın böyük arenalarda dünya Avropa çempionatlarına çıxışlarında onlara çox kömək olacaq. Çünki bütün proseslər, təkcə yarışın döşəkdə olan proseslər yox. Elə demək qidalanma prosesi, çöldə idmançıların hazırlanması, zala daxil olması hamısı dünya standartlarına. İnanın ki, idmançılarımız üçün gələcək üçün, gələcəkdə onların o yarışlarda iştirak edəndə onlara çox böyük kömək olacaqdır. Və bundan başqa Gəncə əhalisinin 10 gündür ki, əhalinin güləş sevərləri gəlib növbə ilə bu yarışları izləyirlər. 3 yaş qrupunda, yəni 15 yaş, 17 yaş, 20 yaş qrupunda idmançılar izləyirlər. Bu bizim az yaşlı idmançılar Gəncədə güləşin inkişafına çox böyük kömək olacaqdır. Ən çox da ilk dəfə olaraq böyük bir ştab deməli ki, qızlar arasında yarışda bu sayda Azərbaycan birincisi keçirildi və burada Gəncə qızlarının bu yarışda uğurlu çıxışı, deməli 7 yaxın medal, onun 5-i qızıl olması, bu qız idman növünün də Gəncə şəhərində yaxşı olması və indən sonra daha dəyərli olmasına aparıb çıxardacaq. Sərbəst güləşdə də həmişə olduğu kimi medal sayımızı arta-arta, gənclərdə də, yeniyetmələrdə də arta-arta gedir və bütün Gəncə əhalisi üçün, idmançılar üçün bu yarış çox nətər deyim, həm dediyim kimi səviyyə cəhətdən, həm də nəticə cəhətdən bizə rahat oldu. Biz idmançılar bildiyiniz kimi yerində öz torpağında güləşməyi biraz da idmançılara o stimuldur, həm azərkeşlərin onların dəstəyi, həm də idmançıların evdən birbaşa yarış yerinə rahat gəlib burada güləşməyi, onun da birbaşa bizə kömək oldu. Mən öz minnətdarımı federasiya rəhbərliyinə bildirirəm ki, belə yarışlar tez-tez regionlarda, elə tək Gəncə, bütün regionlarda salsınlar ki, region idmançılar da Gəncədə olduğu kimi özlərini yüksək səviyyədə idmançılar görsələr bilsin. 13-14 gündür mən burada dincəlirəm. Yəni bu bir güləş bayramıdır. Sağ olun.